Salam Çinarə, sabahınız xeyir olsun. Bəli, sizin də vurğuladığınız kimi ölkə ərazisində ard-arda bir neçə gün ərzində həm partlayış, həm də yanğın hadisəsi qeydə alındı və təbii ki, burada da bu baş verən faciəvi hadisələr nəticəsində də həyatını itirənlər də oldu, xəsarət alanlar da oldu. İlk olaraq Yasamal rayonu Mirəli Seyidov 19A ünvanında baş verən yanğın zamanı zəhərlənən şəxslər oldu. Eyni zamanda 3 nəfər də burada həyatını itirdi. 27 nəfər zəhərləndi və kliniki tibbi mərkəzə hospitalizasiya olundu və onlara müxtəlif xidmətlər göstərildi və daha sonra 7 nəfərin müalicəsi davam etdirilirdi. Ən son təqdim olunan informasiyalara görə və elə bugün sabah yenilənən məlumata görə həmin şəxslərdən ikisi ambulator müalicə üçün evə buraxıldı və 5 nəfərin müalicəsi isə davam etdirilir hazırda. Onlardan da 4-ü müxtəlif özəl klinikalara yönləndirilib, həmin klinikalarda müalicələrini davam etdirirlər. Eyni zamanda biri isə yeni mərkəzi klinikada hazırda həmin şəxsin də vəziyyəti ağır olaraq qiymətləndirilirdi. Elə ölən şəxsin qızı idi həmin müalicəsi davam etdirilən şəxs və onun müalicəsi də hazırda elə mərkəzi klinikada davam etdirilir. Eyni zamanda bu yanğın hadisəsinin ardınca Əhməd Rəcəbli küçəsində Nərimanov rayonunda partlayış hadisəsi baş verdi və elə bu zamanda xəsarət alanlar oldu. Düzdür, həyatını itirən olmadı, amma buna baxmayaraq yanıq xəsarəti və yaxud da digər bədənin müxtəlif hissələrinin, nahiyələrinin zərər çəkməsi nəticələnən xəsarətlər aldı müxtəlif şəxslər və həmin ümumilikdə 5 nəfər klinikaya hospitalizasiya olunmuşdu və elə onlardan da biri kişi cinsinə aid idi və termiki yanıq xəsarəti almışdı. Digəri isə digər 4-ündən biri kişi, 3-ü isə qadın idi və həmin şəxslərdə bədənin müxtəlif nahiyələrinin müştərək diaqnozu ilə xəstəxanaya yerləşdirilmişlər və həmin şəxslərə də müalicələr göstərildikdən sonra 4 nəfərə zəruri ilkin tibbi yardım göstərildikdən sonra həmin şəxslər evə buraxıldı və birinin müalicəsi isə elə hazırda xəstəxanada davam etdirilirdi və biz elə az əvvəllə şahidi olduq ki, elə həmin şəxsdə az əvvəl ona zəruri tibbi xidmət göstərildikdən sonra həmin şəxs də evə buraxıldı və beləliklə həmin xəsarət alanlara həm yanğın nəticəsində, həm də partlayış nəticəsində xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərildi və həmin şəxslərin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müəyyən işlər görüldü. Sağlamlıq halı qənaətbəxş olan şəxslər də ambulator müalicə üçün evə buraxıldı və evdə də artıq bundan sonraki periodda da onların müalicəsi ev şəraitində davam etdiriləcək. Və eyni zamanda elə baş verən yanğın hadisəsi ilə bağlı Mirəli Seyidov 19A ünvanında baş verən yanğın hadisəsi ilə bağlı prokurorluq da müvafiq araşdırma aparır və elə bir nəfər də adı çəkilən, həmin hadisənin günahkarı olaraq adı çəkilən klinikanın rəhbəri də, direktor da həbs edildi və elə bundan sonraki periodda da baş prokurorluğun apardığı istintaq işləri nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə aparılan araşdırmalar nəticəsində bu işdə günahı olan hər bir kəs tapılaraq cəzalandırılacaq. Çatdıra biləcəyimiz informasiyalar bu qədərdir. Sözü yenidən sizə ötürürəm. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatı ətraflı şəkildə bizimlə bölüşdüyünə görə.